sarı konus. Son maniyemiz odur. O sarı konusla avtomobilimiz arasında olan böyür məsafəsi nə qədərdir? 10-15 santimetr. Bəli, azdır. Demək ki, təhlükəli döngə hesab olunur da bu, düzdür? Təhlükəli döngələrdə böyrümüzü maniyəyə çırpmamaq üçün avtomobilimizin yarısı maniyə ilə paralel olana qədər irəliyə doğru hərəkət edirdik. Avtomobilimizin yarısı da bu dirək idi, düzdür? Aha, bəli. Yəni orta stoyka deyək də buna. Daha sonra sükanı axıra qədər sağa çevirirdik. Məlum da buradan sola dönə bilmərik. Amma indi nə baş verəcək? Əgər biz avtomobilimizin yarısı maniyəyə çatana qədər irəliyə doğru hərəkət etmiş olsaq, həm soldan gələn nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış olacaq, həm də dönməmiz imkansız olacaq, avtomobilimizin ön hissəsini o bardura çırpacaq. Məcburuq irəli geri bir neçə dəfə cəhd eləyib hərəkəti iflic vəziyyətinə salaq. Bunun üçün nə edirik? Bunun üçün yerində, yəni burada parklama ərazisində böyür məsafəmizi böyüdürük. Yəni bunu təhlükəli döngə yox, ən azından dar döngə edirik. Qoy D rejiminə. Daha sonra əl əyləcini endir. Biraz qaldır, daha sonra. Aha. İndi sükanı sona qədər sola çevir. Çevir. Kifayət. Əyləci, qızım, dirəmi. Əyləci bir balaca burax, irəliyə doğru get. Get. Bax indi sağa. Görsən, böyür məsafən konuslarla çoxaldı, düzdür? Bəli. Biraz da get. Düzləşdir sükanı. 1, 2. Diqqətin məndə olsun, maşınlarda yox. Bax, bura bax qızım. Əyləci bıraxsan, mən deyən elə. İndi isə, bax, bu konusla bizim aramızda, yəni sarı konusla oldu 1 metr məsafə. Bu oldu artıq necə döngə? Dar döngə. Dar döngələrdə nə vaxt dönürdük? Maniyəyə çatanda. Avtomobilimizin güzgüsü maniyəyə çatanda dönürdük, düzdür? Bəli, indi güzgümüz ona çatanda dönsək, nə avtomobilimizin böyrünü o konusa vuracaq, nə avtomobilimizin önünü o bardura çırpacaq. Amma təbii ki, soldan gələnlərə yol vermək borcumuzdur və sağda da piyada keçidi var. Buna da diqqət etməliyik. Bax, bu hesablamalar, bu raşotlar mənim sizə ilk dərslərdə verdiyim hesablamalardır. Buyur, əyləci burax. Çatdı güzgü. Sükanı çevir sona qədər. İndi tələsmə. Soldan gələn buraxdıq. Əyləci burax qızım və cözü qaza toxun. Bax, böyrün toxunmadı konusa. İndi düzləşdir.